İndi İmam Zaman qeybdədir. Bilmirəm Allah eləməsin, gəlib birdən burada olsaydı mənə Allah eləməsin deyər ki, sən bir gün mənə silah çəkəcəksən. Bilmirik axı potensial neçə nəfər belə adam var içimizdə. Özüm qarışıq deyirəm. Mən heç zaman cəmaata bədgüman deyiləm və inanmıram da bu məclisdə elə adam olsun. İnşallah ki, yoxdur. Amma bizə deyən yoxdur axı ki, sən gələcəkdə bunu eləyəcəksən. Amma içimizdə gələcəkdə pis iş görmək potensialı var, gizli neyblərimiz var ki, gələcəkdə ona çevrilə bilər. Məsələ ciddidir yəni. Məsələ çox ciddidir, mövzu çox ciddidir. Üzərindən keçiləsi məsələ deyil. Adam başqalarından öz eyblərini gizlətməlidir, amma özü eyblərinə baxmalıdır, qəbul eləməlidir. İnsanın öz eybinə baxması belə onu təmizləyir eybdən, pak eləyir. Düzdür, adam baxır özünə, deyir, məndə paxıllıq var. Heç kəsə deməyə, özün özüvə. Amma mən paxıllı olmaq istəmirəm. Bəzən eybimizdən agah olmaq bəsdir. Eybimizdən xəbərdar olmaq bəsdir. Deyən ki, məndə təkəbbür var. Bunu dedin, ha, məndə təkəbbür var və baxdın, ha, o təkəbbürə özündə. Bu, əlac eləyə bilər ki, o təkəbbür aradan geçsin. Bəzən zəhmət çəkib bunu da eləmirik, inkar eləyirik. Ay bala, niyə inkar eləyirsən? Bir diyan deyən var da, bəlkə var, özünlə danışanda, Allahla danışanda. Bəzən baxmaq kifayətdir ki, təmizlənəsən. Ona görə deyir, hər gün özünü hesaba çək. Leysə minna, bizdən deyil. Mən ləm yuhasib nəfsəhu fi kulli yevm. Hər gün özünü hesaba çəkməyən adam. Əhl-i beytin dostu gərək hər gün qəlb evini təmizləsin. Hər gün qəlb evini təmizləsin. Necə təmizləsin? Baxsın, görsün, içində nə pisliklər var. Hər gün. Baxsın, görsün, nə var. Baxmaq özü bəzən paklayır. Göz gəzdirirsən, desən, məndə təkəbbür var. Xəbərdar olduğun bəs eləyir bəzən. Bəzən bəs eləyir. Xəbərdar olmaq bəs eləyir. Necə günəş görürsən, deyir, fikrimizdə nə var? Belə hərəkətsiz yerləri, məsələn, torpağı, divarı, günəş pak eləyir. Gün işığı dəydisə, pak olur. Qurutdu, pak eləyir. Elə də bizim ruhumuzda olan bu nəcasət, baxış şüası ilə, baxışımızla ki, məndə bu var deyib dayanmaqla o paklanır. Məndə bu varı deyə biləsən, gizlətməyəsən. Bu bir. İkincisi nədir? Bugün ondan danışacaq. Şirin bir mövzudur. Yarım saata yaxın vaxtımız qalır. Xahiş edirəm ki, diqqət edin, mən bunu sizə çatdırım. Çox da çətin çatdırılası bir şey deyil. Amma diqqət istəyir. Ümumi həyatda diqqət tələb olunur bu mövzuya. Bunu açım, icazə verin. Birinci deyir, eybivi tap. İkinci yol nədir? Götür, ged Allahın qapısına. Eyblərvi götür, ged Allahın qapısına, ged səsküy sal orada. Səsküy sal. Dinən ki, mən istəmirəm belə olum. Mən istəmirəm belə olum. Mən niyə belə olmuşam? İlahi, əlimdən tut, nəzər elə, kömək elə, mən bundan azad olum. Sən nəzəri çəksən, mən həlak olacam. Uşaq necə anasına tərəf qaçır, dərdi olan kimi. At özünü Allahın qoynuna, eyblərinlə ged. Allahın qoynuna özünü at, təcili qaç. Qaç, sarıl Allaha dinən ki, məndə bu eyblər var ilahi. İstəmirəm məndə olsun. Eyblərvi bir-bir de. Münacat buna deyirlər, bax. Eyblərvi bir-bir Allaha demək. Dilvə gətirmək. İlahi, sən məni yaratmışsan, məni xoşbəxt eləyəsən axı. Sən bütün insanları yaratmışsan, xoşbəxt eləyəsən. Axı, sən istəməzsən, mən sənin bəndönəm. İstəməzsən, mən bədbəxt olum. Heç cür istəməzsən. Sən mənə kömək eləməsən, mən həlak olacam. Mən bədbəxt olacam. Məndə bu eyblər var, kömək elə ki, məndə olmasın. Kömək elə ki, məndən çıxsın bu eyblər. Bir dənə sizə sual verirəm, özünüz ürəyinizdə cavab verin. Neçə dəfə belə eləmişsiniz? Deyir, hər gün belə elə, hər gecə. Deyirəm, məndə eyb var. İlahi, mən bu nöqsanlarım var, mənim eyblərimi təmizləm, mənim əlimdən tutmasam, mən bədbəxt olacam.
Məsumlar, bütün məsumlar istisnasız uşaq kimi Allahın qapısına gediblər, uşaq, körpə kimi. Əzəmətləri də bundadır, onların şənini aşağılamır. Deyəsən, bu nə deyim minbərdən, deyir Həzrət Əli uşaq kimi gedir. Yox, Həzrət Əlinin əzəməti bundaydı ki, Allah qabağında uşağa dönürdü. Əlinin elə böyüklüyü bundaydı, əzəməti bundaydı. Biz tez böyüyürük Allah huzurunda. O qədər uşaqlıqda bizə deyiblər, maşallah böyümüsən, yekə oğlansan, biz də inanmışıq. Elə bilmişik ki, doğrudan böyümüşük. Amma böyük deyilik, haracan böyürüksə böyüyək, Allahın qabağında uşaq kimiyik biz, bunu unutmayaq. Allahın yaratdığıyıq biz. Eyibləri aradan aparmağın yolu Allaha pənah aparmaqdır. Əgər Allahı nəzərə almadan eyibləri görsün, ruhdan düşərsən. Adam nə qədər eyiblərin içində qurdalanlar, Allahı görməsən, ruhdan düşər adam. Amma Allah'a deyəndə nə olur? Deyirsən, ay Allah, məndə bu eyb var, bu eyb var. Nə olar xahiş edirəm, uşaq kimi. Nə olar xahiş edirəm, bu eybi məndən uzaq elə. Allah da deyir ki, başlayır səni nəvaziş eləməyə. Əzzim, narahat olma. Deyirsən, nə? Əzzim dedim mənə. Allaha deyirsən. Bəli, əzzim dedim. Mən elə səndən bizədən istəyim budur ki, gələsən, mənə etiraf eləyəsən, mən də səni nəvaziş eləyim. Əzzim dedin, onda mən başlayayım başqa eyblərimi də saymağa. Sən demə, eyb sayanları əziz bilirsən sən, əlbəttə. Eyblərini sayanları əziz bilir. Sən demə, xoşu gəlir, adam eybini götürsün, getsin onun huzuruna. Sən demə, məni dərhal əziz deyirsən, mən eyblərimi sənə etiraf eləyəndə, sənin əzizləməyindən gözəl nə ola bilər mənim üçün? Allaha deyirsən bunu. Nə ola bilər bundan gözəl, sən mənə əziz deyirsən? İmam Hüseyin məclisində sizin əzizlərin hər birinə demək istəyirəm ki, kim istəyir Allahın sevgisini öz üzərində çox hiss eləsin, çox üzrxahlıq eləsin Allahdan. Allah bu bəndələrə sığal çəkir. Onlarla sevgi ilə davranır, xüsusi sevgi ilə. Və təmizləyir onları. Yol çox asandır, biz tərpənmək istəmirik. Elə deyirik, çətindir. Çətin nədir? Eybivi götür, get huzuruna. Dinən ilahi, mənim bu eybim var, üzr istəyirəm, mənə kömək elə, əlimdən tut, o da başlayacaq əzizləməyə və təmizləməyə. Bunu eləmirik biz. Eləmirik. Namazda qılanda hacət istəyirik ancaq. Eləmirik bunu, bu işlə məşğul olmuruq. İnkar eləmə eyblərvi, ged Allahın qapısına. Sən tək deyilsən, axı sənin Allahın var. Sənin Allahın var, yaddan çıxartma. Səni səndən çox sevən Allahın var. Hər şeyə gücü çatan Allahın var. Sənin eyblərvin öhdəsindən gəlməyəcək, gələcək. Amma gedəndə müzakirəyə getməyib, ilahi, gəlmişəm bir neçə mövzuda səndən danışım. İclasa gəlməmsən. İclasa gedən kimi getmə. Yox, elə yox. Körpələr kimi get. Körpələr kimi. Uşaq necə gedir anasına ağlayır, sığınır. O şəkildə get ki, səni əzizləsin. O haldan xoşu gəlir. İmam Məhəmməd Baqir əleyhissalam Kəbəni təvaf eləyir. Kəbənin qapısına yaxınlaşanda, təvaf zamanı, ucadan fəryad eləyib dua eləməyə başlayır. Yanındakılar deyir, ağa, hörmətdən salar sizi, yaxşı deyil, adamlar bizə baxır. İmam Baqir əleyhissalam deyirlər. Ayıbdır siz boyda imam, belə fəryad eləməyiniz ucadan ayıbdır. İmam deyir, məni rahat buraxın. İstəyirəm Allah mənə baxsın, mənə nəzər eləsin. Burada da fəryad eləməyim, hard eləyim. İstəyirəm Allah məni əzizləsin. Burada mən bəndəyəm, mənim imamətim də keçib, mən bəndəyəm, Allahın bəndəsi kimi gəlmişəm. Bu hal heç kəsə eyb gətirməz, başaşağılıq gətirməz. İndi biz dəstə adam çıxıb, ağlamaq demə bunların yanında. Ağlamaqla mübarizə aparırlar. Ağlamaqla düşmənçilik eləyirlər. Halbuki hamısı həyatda nəyəsə ağlayır, acı-acı şeylər ağlayır. Acı-acı şeylərin qəmin salır ürəyinə. Amma qəmin şirin növləri var.
Qəm onsuz da hamı çəkəcək, dindar olsun ya qeyri-dindar. Amma qəmin şirin növləri var. İmam Hüseyn qəmi də o şirin qəmlərdən biridir. Bədbəxt biçarələrin ağlamağı deyil. Adam bədbəxtçilik üçün məscidə can atmaz, gedim bədbəxt olum, ağlayayım. Bu ağlamaqda şövq var, ləzzət var, şirinlik var ki, adamlar həsrətlə gəlir bu istidə. Bu sıxlıqda dayanır, oturur, bayırda, içərdə. Bu başqa bir aləmdir. Buna biraz yaxına gəlmək lazımdır, başa düşmək. Uzaqdan baxanda başqa cür görünə bilər. Gəlib içinə daxil olanda görürsən, yox, bu başqa bir aləmdir. O uşaq ki, başını ananın dizinə qoyub ağlayır, o da ona sığal çəkir. Uşağın keyfi bundadır. Uşağın ləzzəti bundadır. Allah huzurunda incə qəlbli olaq, yoxsa canavara çevriləcək. Ağlamağı inkar eləməklə daş ürəkli yırtıcıya çevriləcək. Ağlamaq heç də hər vaxt acizlik əlaməti deyil. Ağlamaq qüdrət əlamətidir bəzən, güc əlamətidir bəzən. İnsan bəzən Allah huzurunda ağlamaqla güc tapır, qüdrət tapır, izzət tapır. Bizimlə əziz şəhid atalarımız düz mənim qarşımda əyləşiblər. Onlar bizim başımızın tacıdır. Onlar bütün hər birimizin borclu olduğumuz insanlardır. Onların övladları şəhadət zirvəsinə ucalıb, uca məqam əldə edib. Amma hamımız onlar haqqında danışanda, düşəndə gözümüz nəmlənir. Bu göz yaşı acizlik göz yaşı deyil. Bu şövq qarışıq bir qəmdir, izzət gətirir bir millətə, şərəf gətirir. Kim Allahın qabağında kiçilir, Əhl-i Beytin huzurunda kiçilirsə, böyüyənlər onlardır. Allaha müraciətdə nə deyir? Deyir, ya təbibəl qulub, ay qəlblərin həkimi. Çox gözəldir, adam eyiblərin götürsün, getsin Allahın qapısına, deyəsən bir-bir, o da nəvaziş eləsin, eyibləri silsin, təmizləsin. Bundan gözəl nə proses var həyatda? Bu eşqbazlıqdır. Eşqbazlıq pis mənada işlənir. Bu müsbət eşqbazlıqdır. Övliyalar hamısı gözləyir, gecə gəlsin, eyiblərini, nöqsanlarını götürüb getsinlər Allahın dərgahına, Allahın qapısına. Uşaq kimi qaçsınlar Allahın qoynuna. Uşaq kimi. Kumeyl duasına baxın, məsələn, istəyirəm məclisimizin halı münacat halı olsun. Bu məndən asılı deyil, Allahdan istəyirəm bunu. Bugünkü məclisimiz istəyirəm yazılsın, İmam Hüseyn huzurunda münacat məclisi olsun bizə. Belə qeyd olsun.